İkinci nümunəyə baxırıq. 138-ci çalışma. Deyilişi və yazılışı eyni olan, lakin amonim olmayan müxtəlif nitq hissələrinə aid sözləri müəyyən edin. Burada bir neçə şərt var. Birinci, deyilişi, yazılışı eyni olmalıdır. Bu birinci şərt. Lakin amonim olmamalıdır və həm də müxtəlif nitq hissəsi olmalıdır. Yəni, burada 3 dənə açar sözlə işləməliyik. Biz bu çox vaxt aparan testdir, ümumiyyətlə çətinlik dərəcəsində olan testdir və bunun hər biri ilə biz işləsək, ən azı 4-5 dəqiqə vaxtımız gedəcək. Sürətli işləmək üçün nə edirik? Birinci ilə baxırıq. Deməli, götürəcəyimiz sözün deyilişi və yazılışı eyni olmalıdır. Onda baxaq görək hansını ki, eyni deyilcə onu ataq. Qocalar, qocalar eynidir. Almadan, almadan. Bunun tələffüzü fərqləndi. 2 getdi. Və düşüncə, düşüncə. Bunun da tələffüzü fərqlənəcək. Deməli, 2 ilə 3-ün yazılışı belə yazılışı eynidir, amma deyilişi eyni olmayacaq. Çünki vurğu fərqi olacaq. Ona görə bu şərtimizi ödəmir. Ona görə biz 2-3 olan variantlar atacağıq. A-da 2 var, getdi. B-də 2 var, E-də 2 var. 2-yə görə 3 variant kənarlaşdı. D-də isə 3 var. Deməli, D-də 3-ə görə kənarlaşdı. Yeganə düzgün cavabımız qaldı C variantı. 1, 4, 5 qocalar, sonra yaradan və yazılar.